Kesin oradan bırakacaklar sizi. Evet. Allah hakkı yok. Burak bana geliyor. Burak hakkı geliyor. Ha bu da benim kulağım uşağım. Ben bunu karşı yazdım. Ne var ki? Hörmətli izləyicilər, bugün 8 noyabr Zəfər gününü qeyd edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu sayəsində, qalib ordumuzun gücü sayəsində erməni işğalçılarından torpaqlarımızı azad etdik. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini oğlu cənab İlham Əliyev yerinə yetirərək ərazi bütövlüyümüzü bərpa etdi. Şəhidlərimizin qanı ilə tarix yazdıq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Sıraların dağ kimi, gəlin verək əl-ələ. Gəl olsun gəl qardaşım, bir olaq yumruq olaq. Sinəsi dağlanmasın, bölünməsin bu torpaq. Yaşa, gəl qardaşım, bir olaq yumruq olaq. Sinəsi dağlanmasın, bölünməsin bu torpaq. Yaşa! Yaşa! Yaşa benim halkım! Yaşa! Yaşa! Yaşa Azerbaycan! Aferin! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Azerbaycandır! Tarlalarından içe kahramanım tarlalarından içe kahramanım emeğliler açan serdarım emeğliler açan serdarım Bayramı mübarək. Zəfər günü mübarək. Merhabalar, ismim Cem Kapitan. Türkiye'den geliyorum. Bursa şehrinden. Bugün burada kardeşlerimizle birlikte aynı coşkuyu yaşamak gerçekten bizim için çok önemli. Çok ha Türkiye'de yaşanmış, ha Azerbaycan'da yaşanmış, bizim için hiçbir şey fark etmiyor gerçekten. Coşkulu, güzel bir ortam. Halkın katılımı da çok güzel. Yani biz de tabii içsel olarak aynı duyguyu sizlerle birlikte yaşıyoruz burada. Teşekkür ederim. Ona teşekkür ederim. Teşekkür ederim. Zəfər günümüz mübarək. Mübarek olsun. Evet. Pakistan Azerbaycan! Karabağ Azerbaycan'dır! Yaşasın Azərbaycan! Yaşasın Azerbaycan! Yaşasın Azerbaycan! Qarabağ! Azerbaycan'dır! Karabağ! Azerbaycan! Karabağ! Azerbaycan'dır! Qarabağ Azerbaycan! Pakistan Azerbaycan! Zindabad! Pakistan Azerbaycan! Zindabad! Karabağ! Azerbaycan'dır! Azərbaycandır! Zəfər gününüz mübarək! Azərbaycan ölkəsi! Bu günləri biz çox xoşbəxtik, həqiqətən də. Azərbaycan xalqını təbrik edirik. Azərbaycandır! Yaşasın Azerbaycan! Zindabad! Qarabağ! Azerbaycan! Karabağ! Azerbaycan'dır! Azerbaycan'dır! Çox sağ olun. Qarabağ Azerbaycan'dır! Qarabağ! Azerbaycan'dır! Rüstəm, bu Zəfər günü, Zəfər günü səndə nə ifadə edir? वीडियो बनाओ इधर आओ सामने Bugün haqqında nə danışa जल्दी आओ bilərsən? जल्दी आओ और Ve siyasetçi Arda Şuşan'ı galip ordumuzun baş komandanı. Aferin! Qarabağ Azerbaycan'dır! Azərbaycandır! Yaşasın Azərbaycan! Azerbaycan! Zindabad!
olun. Minnətdarıq sizlərin hər birinizə. Qarabağ Azərbaycandır. Pakistan Azerbaycan. Zindabad. Azerbaycan. Azərbaycan. Azerbaycan. Zindabad. Azerbaycan Pakistan. Zindabad. Azerbaycan Pakistan. Zindabad. Qarabağdır. Qarabağdır Azərbaycandır. Qarabağ. Azərbaycandır. Qarabağ. Azərbaycandır. Qarabağ. Azərbaycandır. Azerbaycan'dır. Pakistan vətəndaşları da hal-hazırda bizim sevincimizə şərik olub, gəlib bizim sevincimizə şərikdirlər hal-hazırda. Hörmətli izləyicilər, hal-hazırda Pakistan vətəndaşları da bizim sevincimizə şərik olublar. Zindabad. Eyüp Baba Rəşadət, Xubiyar qızı. Bizim bir dənə qardaşımız vardı. Azzayeva Sadiq, Xubiyar oğlu. Deməli 44 günlük döyüşlərdə, Füzuli uğrunda gedən döyüşdə şəhid oldu. Deyərdim ki, qəhrəmancasına şəhid oldu. Orada işləyirdi. Hardasa 4 il idi, zabit idi, amma döyüşlərdə çox fəal olaraq, yəni komandir kimi iştirak etdi. Füzuli uğrunda döyüşdə snayperlə vuruldu. 28 yaşı var idi. Şəhidimizə rəhmət eləsin. Sağ olun, təşəkkür edirəm. Sizlərlə qürur duyuruq. Şəhidlərimizin qanı ilə biz tarix yazdıq. Şəhidlərimizin analarının əllərindən öpürük. Təşəkkür edirəm. Sağ olun. Sökədə. Mən Hüseynli Xəyyam Kimətoğlu, Vətən müharibəsi iştirakçısı. Bu günlər biz Zəfər bayramıdır. Bütün xalqımızı təbrik edirik. Ordumuzdan qürur duyuruq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Belə. Sağ olun, sizlərin sayəsində Sağ olun. bugünkü gündə Zəfər gününü qeyd edirik. Çox sağ olun. Allah sizə can sağlığı versin. Sağ olun, çox sağ olun. Özü təqdim edin. Mən İbrahim Lerşad, müharibə dövründə quru qoşunlarında xidmət eləmişəm. Zəfər günü münasibəti ilə bütün şəhid ailələrin, qazilərimizi, veteranlarımızı və xalqımızı təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və veteranlarımıza da uzun ömür, can sağlığı arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm. Telefonuma cavabına baxır, WhatsApp-a. Yaxşı ora getmə. Zəfər bayramı. Zəfər Yüzlər gəl elə burada stand-up. Gəl papağan qoyar. Bayramın mübarək. İlham Umayev, mənim 10 yaşım var. Bugün 8 noyabrdır. Uzun 5 ildir 8 noyabrı qeyd edirik. Qarabağı biz işğaldan azad eləmişik. Bu bizim baş komanda siyasətinin elanına görə İlham Əliyevə görədir. Düzdür, Qarabağ indi dağlıqdır, amma İlham Əliyev oranı düzəldir. Qarabağ Azərbaycandır. Çobanzadə Leyla. Buyur. Şeir demək istəyirsən bizlərə. İllər, aylar keçdi, nələr yaşadı xalqımız. Azadlığın mübarək. Azərbaycan, Azərbaycan, hər canda vuran ürək. Azad torpaq, azad vətən. Azadlığın mübarək. Çox sağ ol.
Müharibə veteranı qadınlarının Sosial Yardım İctimai Birliyin sədri, müharibə veteranı Radə Abbas, müharibə veteranı bizim Nəzakət xanım, müharibə veteranı İradə xanım, QT rəhbəri, Qeyri-Hökumət Təşkilatının rəhbəri İsmail müəllim. Sən xəbər eləyərsən. Bu günlər Bizim yaşımız yetərincədir, amma xalqımızın bu sevincli günündə xalqımızın yanında olmaq istədik. Xalqımızı təbrik eləyirəm. Türk dünyasını təbrik eləyirəm. Qarabağ üzərindəki qələbə tək Azərbaycanın deyil, dünya Azərbaycanlıların, Türk dünyasının qələbəsidir. Nə xoş bizə ki, nə xoşbəxt bizə ki, bu günləri yaşayırıq. Nə xoş bizə ki, ölmədən Tanrı gözü ilə bu günləri gördük. Biz yəni 1-ci Qarabağ müharibəsini 1990-lardan yaşadıq. Hər iki, daha doğrusu ortada da bir aprel döyüşləri oldu. Bütün döyüşləri gördük. Qələbəni miskal-miskal, xırda-xırda və ən sonda ən böyük, ən yetkin, ən gözəl qələbəni 2023-cü ildə son olaraq antiterror əməliyyatı zamanı başa vurduq. Mən xalqımızı təbrik eləyirəm. Aldığımız nəfəsi borçlu olduğumuz şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Şəhid ailələrinin, şəhid analarının gözlərindən, ağarmış saçlarından öpürəm. Qazilərimizə Allahdan şəfa diləyirəm. Veteranlarımıza, qazilərimizə ömrünüz uzun olsun deyirik. Haqqınız ödənməz deyirik. Sizə də təşəkkür eləyirəm Milli TV olaraq. Yaxşı ki varsınız, yaxşı ki xalqımızın arasındasınız. Minnətdaram sizə, çox sağ olun. Yəni burada bugün ən az 100.000 insan var. Ən az 100.000, bütün şəhər bugün buradadır. Bütün ölkə bugün buradadır. Bəli, bu adamları bura heç kim məcbur yığmır. İçimizdəki o həsrətin, nə bilim, qovuşduğumuz həsrətin sevincin yaşayırıq. Bu da bizim haqqımızdır. Bu haqqı bizə qazandıran şəhidlərimizi, bu haqqı bizə hədiyyə eləyən şəhidlərimizi unutmamaq bizim şərəf işimiz, namus işimizdir. Bir daha minnətdaram. Mən də bir qısaca olaraq Baxışova Nəzakət 1992-ci il müharibə veteranı, tibb işçisi olaraq mən də vətənimdə bütün xalqımı bu qələbə bayramı ilə təbrik edirəm. Bu qələbə bizim milli qürurumuzu da geri qaytardı. Prezidentimizi təbrik edirik. Onun o dəmir yumruğu sayəsində, millətimizin birliyi sayəsində biz bu qələbəni qazandıq. Xalqımızı təbrik edirik, fəxr edirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə can sağlığı. Yaşasın bizim qələbəmiz. Yaşasın Azərbaycan, Qarabağımız. Həmzəyeva İradə Abdullah qızı, Qarabağ müharibəsi veteranıyam. Mən də bugün çox sevincliyəm. Yəni bu gözəl günləri bizə göstərən Cənab Ali Baş Komandamıza, şəhidlərimizə Allahdan rəhmət deyirəm. Prezidentimizə təşəkkür eləyirəm ki, o dəmir yumruğu ilə bizim ordunu ayağa qaldırdı. Çox sevinirəm, çox belə qürur duyuram ki, bugün biz bu zəfər bayramını qeyd edirik. Allah cəmi şəhidlərimizin yeri nur, məkanların cənnət eləsin. Şəhid ailələrində analara, atalara, gəlinlərə, evladlara Allah özü səbir versin. Təşəkkür eləyirəm sizlərə də. İsmailov İsmail, Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəman İctimai Birliyin sədr müaviniyim. Əlbəttə ki, bütün deyilənlərə mən də qoşuluram. Sevincli, gözəl bir gündür.
Yəni çox sözlər, çox təbriklər deyiləndə birinci anda müsəlman dünyası, Türk dünyası yada düşür. Bugün Türk dünyası Azərbaycan xalqını təbrik edir. 40 milyondan artıq olan Azərbaycan xalqın bütün Türk dünyası, bütün Avropada, Amerika dövlətləri hər biri öz təbriklərini bizə göndərməkdə davam edirlər. Bugün Zəfər bayramına qoşulub bizlərlə birlikdə zəfər yaşayırlar. Əlbəttə ki, mən özümə bir borc bilirəm buradan bütün şəhid anaların təbrik eləyim. Onların bu günləri gözlərindən axan yaş ancaq sevinç yaşlarıdır. Onun da haqları var. Əlbəttə ki, bu 30 illik gərginlik bu günləri bu 5 il müddətində qazandığımız bu zəfər millət 44 il müharibə, əlbəttə ki, biz başlıca olaraq Müzəffər Ali Baş Komandanımız cənab prezidentimiz İlham Əliyevə borcluyuq. Və buradan fürsətdən istifadə edib sabah bayraq günü münasibətilə bu xalqı təbrik edirəm. Ulu öndərin də buradan ruhun bir daha yad edib ona deyir ki, Allah sənə rəhmət eləsin. Doğrudan da onun atdığı siyasət, onun qoyduğu siyasəti Müzəffər Ali Baş Komandan cənab prezidentimiz çox bax bugünkü bu gözəl gün münasibətilə hər birimizə bəxş etdi. Sizləri də xanım təbrik edirəm. Çox sağ olun ki, bu ağır missiyasını həyata keçirirsiniz. Sağ olun bir daha. İşleriniz nasıl? Çox sağ olun. Gez qısaldı. Sağ olun. Oğlu, mən də başda Ali cənab komandanımız İlham Əliyev olmaq şərti ilə bütün xalqımızı özündə Azərbaycanlı hissi duyan hər kəsi balacadan böyüyə təbrik edirəm. Bu qələbəni bizə yaşadan Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Şəhid qardaşlarımız başda olmaqla qazi veteran qardaşlarımızın adından, özümüzün adımızdan təbrik edirəm. Və biz müstəqil dövlətdə yaşayırıq. Bununla da biz fəxr edirik. Qarabağ əllərindən qayğı çıxmaq birliyim, Firidun müəllim olmaq şərtindən bütün xalqımızı, cəmiyyətimizin, qazilərimizin, veteranlarımızı hər birini ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk ki, bizləri tək buraxmadılar, bu tədbirdə iştirak elədilər və sizlərə minnətdarlığımızı bildiririk ki, xalqımızın bu gözəl gününü işıqlandırırsınız. Yaşasın Azərbaycan. Biz sizlərə minnətdarlığımızı bildiririk. Belə bir maraqlı məqam var, Mikhailo, hər oldu ləqəbiniz. Məvəlliyev İskəndər Xanlaroğlu, Goranboy rayonunun Goranboy ərazi özünün müdafiə batalyonunda 15 yaşında döyüşən Azərbaycan əskəri. 91-ci ildə iştirak eləmişəm. Bugünkü bu qardaşlarım da, mənim qardaşlarım da fərqi yoxdur. Azərbaycan xalqını təbrik eləyirəm. Bizdən sonra yaşayan gənclərimizə Allah müharibə qismət eləməsin. Başda Ali Baş Komandan olmaqla bütün dövlətimizi Allah qorusun. Millətimizi Allah qorusun. Veteran qazilərimiz Allah qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirik. Azərbaycan xalqının bayramı mübarək olsun. Bu hamımızın bayramımızdır. Azərbaycan xalqının ümumiyyətlə hamısı qəhrəmandır. Döyüşəni də döyüşməyəndir. Hamısını təbrik edirik. Sağ olun. Təqdim edir. Nərgiz Çakmakçı. Bugünlə bağlı təəssüratlarınızı bizlərlə bölüşə bilərsiniz? Bugün o kadar güzel bir gündür ki, yani bu günü 30 yıl gözlemişik. Öncelikle prezidentimiz Cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Ondan sonra ordumuza təşəkkürümüzü bildiririk ve bütün şəhid analarının qarşısında baş əyirik. Bu günü biz şəhidlərə borçluyuq.
Paşinyan. Kaçtı gitti Ermeni alçakları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Karabağ Azerbaycan'dır. Karabağ Azerbaycan'dır. Karabağ bizimdir. Allah cümlemizi var eləsin. Allah Ali Başkomandanımızın canını sağ eləsin. Allah cümlemizi var eləsin. Həmişə. Kaçtı gitti Ermeni alçakları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Bugün anım günüdür, qəhrəmanları andıq. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə, şanlı tariximizdir. Dəmir yumruq düşmənin məfur başını əzdi. Düşmənlər Qarabağda daim qala bilməzdi. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım sənə bu çox yaraşır. Sağ olun. Aferin. Sağ ol.
olsun cənab prezidentə. İlham Əliyev. Bugün bizim en güzel bayramımız Səfər günüdür. Səfər gününüz mübarək olsun. Bayramların şahı, milletin gözəli, xalqın gözəli Səfər günü. 8 Mart Səfər bayramı mübarək olsun. Allah xalqımıza həmişə təşəkkür. Gözəl bayramlar arzu. Meşq olsun sizlər.